Fuat müəllim, Talmat üçün dəyərli biologiya müəlliməsi Həcər müəllimə siz üçün bir şeir yazıb. Onu səsləndirmək istəyirəm. Ha, buyur. Get Dubaya, duamız səninlədir. Hər birimiz qələbə gözləyirik. Vətən oğlu vətən sənə əmr edir. Bayrağını yenə ucaq deyirik. Dubayda sən Azərbaycan oğlusan. Allah versin qollarına qüvvəti. Orada böyük cəsarətlə yarışsan. Qələbə gətidir, qələbə gəti. Səni biz indidən qalib görürük. Ged uğurların olsun Fuat çempion. Səni həsrət ilə biz gözləyirik. Dubaydan qayıdır Fuat çempion. Əziz idmançılarımız, inşallah dekabrın 3-də Dubayda bizi çox böyük, möhtəşəm bir döyüş gözləyir. Çox sağ olun ki, hər biriniz dəstək oldunuz, hər biriniz yanımdasınız. Şükür Allaha ki, travmasız, tam sağlam şəkildə Dubaya gedirik. Burada Həcər müəllimiyə sonsuz təşəkkürümüzü bildiririk. Həmişə bizim idmançılarımıza mənəvi dəstək olur. Çox sağ olsun, var olsun. Və başda Şəmkirin polis rəisi Nəvai müəllimə təşəkkür edirəm. Hər zaman idmançılarımızın yanında olur, bizə dəstək olur. Fərmalliyə təşəkkür edirik. Çeçenistanda yaşayan Elçin qardaşımıza təşəkkür edirik və bütün Şəmkirin mərd oğlanlarına təşəkkür edirik ki, bizə hər zaman dəstək olurlar, hər zaman bizim yanımızdadılar. Və mənim məşqçim Tahir Məmmədova sonsuz təşəkkürümü bildirirəm ki, bu çətin yolda mənim köməyimdə oldu və Rəvan müəllimə, fitness müəllimə təşəkkür edirəm ki, hər zaman yanımızda oldu və bizi tam belə deyək, heç bir travma almadan sağlam şəkildə yarışa gedirik. Mən əvvəla bir valideyn kimi və ikincisi də bir dost kimi demək istəyirəm ki, təbii ki, birinci yarışdan, o fantastik qələbədən sonra müəllimdən daha yeni bir uğur gözləyirəm, bir öz adımla ki, 23 saniyə idi, o saniyəni biraz da azaldar inşallah ki, hamımızı sevindirər. Bundan artığını da təbii ki, biz ancaq elə bir şey gözləyirik ki, müəllimdən ki, bir tələbələri də və bir dostu olaraq mən də bütün Şəmkir rayonumuzu, bütün ailəsini, bütün tanışlarını, ən vacib də tələbələrin inşallah ki, başını uca eləsin. Təbrik edirik. Hocam, bütün məşqlərində həmişə yanında olmuşam. Sənə tam inanıram. Sənin gücünün, disiplinin qarşısında heç bir rəqib dayana bilməz. Sən bizim çempion qardaşımızsan. İnşallah. İnşallah uğurlar sənindir. Müəllim, mən də sizə qələbə arzu edirəm. Həm dostum kimi, həm müəllimim kimi inşallah. Mən biləli 10 saniyə nokaut eləmişsiniz. Bu, əminəm ki, bu döyüş 5 saniyə olacaqdır. Buna şübhəm yoxdur. İnşallah. 2009-cu ildə mənim komandirim olan Babayev Saqi də mənə dəstək oldu. Hətta məktəbdən sinif rəhbərim belə dəstək oldu. Məni illər öncə dostlarım var idi ki, onlar yenə bugünkü gün mənə dəstək oldular. Yəni, belə deyim sizə, illər keçməsindən baxmayaraq, həmişə hər kəs idmançının yanındadır, idmançıya dəstək olur. Fərqi yoxdur, kim olursan ol, gözəl insan olanda, gözəl qabiliyyətin olanda hər kəs onu dəstəkləyir. Və bugün də bizə bir də dəstək olmağa gələn bizim keçmiş çempionumuz Tacir buradadır. Onu bir dənə dəvət edirik bura. Xoş gəlirsən. Fuat müəllim, həqiqətən sizin tələbəniz olmaq nəinki mənim üçün, mən elə baxıram ki, burada olan bütün uşaqlar üçün bir fəxirdir. Mən öz adıma danışıram, mən sizdən həqiqətən çox şey öyrənmişəm. Nəinki bir idmançı kimi, nəinki yumruq atmaq, xeyr, mən sizdən həqiqətən çox şey öyrənmişəm, həyat haqqında da çox şey öyrənmişəm. Mən belə baxıram ki, burada uşaqlar da hələ çox şey öyrənəcəklər. İnşallah, Fuat müəllim, qələbə sizdəndir. Hər zaman mənim bir gözəl bir sözüm var. Deyirəm ki, çempion olmaq asandır. Ancaq onu qoruyub saxlamaq çox çətin məsələdir. Çünki qələbə qazanandan sonra yenidən qayıdıb, yenə məşq eləmək, yarışlara hazırlaşmaq biraz idmançılar üçün çətin olur. İnşallah ki, bütün mənə inanan dostları, qardaşları
Nəinki Azərbaycanın, demək olar ki, Rusiyanın bütün hər bir yerindən bizə zəhlər gəlir. Dostlarımız dəstək olurlar, bizə inandıqlarını deyirlər və biz də inşallah onların hər birinin etimadını doğruldarıq və mənə dəstək olan bütün hər kəsə sonsuz təşəkkür edirəm. Var olun. Və mənim nə qədər ki, burada tələbələrim var, onların hər birinə ayrı-ayrılıqda baxıram, onların hər birindən güc alıram, onların gözünün içindəki sevinci görürəm, mənim qələbə qazandığım vaxtı və mən bilirəm ki, mənim qələbəm onlar üçün çox böyük bir motivasiyadır, çox böyük bir dəstəkdir, onların gələcəyi üçün çox böyük bir rol oynayır. Ona görə də mən var gücümlə çalışıram və çalışacağım da onların qələbələri üçün, özümün qələbəm üçün. Var olun. Qardaş, uğurlarını birgə yaşamış bir dostun olaraq mənim ən çox arzum nədir? Mənim öz istəyimdən bir qırağa qalsın. Bax, burada görünən bu, nə qədər bu balacaların ki, ruh yüksəkliyi var, o inamı, qələbəsi var, öz qəlblərində ki, bizim müəllim qələbə salacaq. Onu doğrultmağı arzu edirəm, sağ ol. Amin inşallah, amin.